Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf TV-də tibb xəbərlərinin vaxtıdır. Baxaq görək dünyada, ölkədə nələr baş verib. Uşaqlarda vitamin çatışmazlığının olduğunu necə müəyyən edə bilərik? Bu barədə səhiyyə mütəxəssisi səhiyyə.gov.az saytına verdiyim müsahibədə danışıb, birlikdə baxaq. Uşaqlarda vitamin çatışmazlığını necə müəyyənləşdirməliyik və nələrə diqqət etməliyik? Sualı səhiyyə.gov.az saytına verdiyim müsahibədə Səhiyyə Nazirliyi Sanator Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova cavablandırıb. Uşaqlarda vitamin çatışmazlığı xarici və daxili amillərdən asılıdır deyə pediatr bildirib. Xarici amil qida vasitəsilə vitamin təminatının pozulmasıdır. Südəmər dövrlərdə əlavə qidaların gec başlanması, daha çox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ət məhsullarının qasadlığı, qidanın həddən artıq qaynadılması səbəbindən tərkibinin pozulması və sair amillər vitamin çatışmazlığına yol aça bilər. Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərin orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Həkim qeyd edib ki, bu ya mədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrə səviyyəsində mineral mübadiləsinin pozulmasıdır. Həkim mədə-bağırsaq traktı xəstəlikləri anlayışına da açıqlıq gətirib. Mədə dibində B12 vitamininin sovulmasını təmin edən xüsusi maddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həmin zülalın sintezi azalır. Bu da B12 vitamininin çatışmazlığına gətirib çıxarır. Bununla belə B12 vitamininin depolaşma xüsusiyyəti var və bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən mədə turşuluğunun azalması da bir çox vitamin sorulmasını ləngidir. Öd yollarının xəstəliklərində ödün qatlaşması və kifayət qədər ödün sintez olunmaması qaraciyərin funksiyasının, bu da yağda həll olan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur deyə Aynur Adıgözəlova bildirib. Bir balaca ağrıya dözməyib, orqanizminizə bomba atırsınız. Söhbət ağrı kəsicilərdən gedir. Həkim məsləhəti olmadan ağrı kəsici qəbul etməyin fəsadlarının nə olduğunu dərk eləsəniz, o ağrıya o qədər dözərsiniz ki, hətta çox sağ ol da deyərsiniz. Birlikdə baxaq. Ağrı kəsicilər mədə qanamasına səbəb ola bilər. Son elmi araşdırmalar göstərir ki, gündəlik istifadə edilən ağrı kəsici dərmanlar uzun müddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Harvard Universitetinin tibb fakültəsi tərəfindən aparılmış geniş miqyaslı tədqiqatda məlum olub ki, xüsusilə opioid və NSAID qrupuna aid dərmanlar böyrək, qaraciyər və ürək sisteminə ciddi təsirlər göstərir. Tədqiqatçılar bildirir ki, ibuprofen və aspirin kimi qeyri-steroid ağrı kəsicilərin həddindən artıq istifadəsi mədə-bağırsaq qanamaları və yüksək təzyiqi riskini artırır. Eyni zamanda parasetamolun yüksək dozaları qaraciyər çatışmazlığına səbəb ola bilər. Hər gün bu dərmanları qəbul edən minlərlə insan onların yan təsirlərindən xəbərsizdir deyə baş tədqiqatçı Dr. Helen Cho bildirib. Araşdırma nəticələri Ümumdünya Səhiyyə Təşkilatının da diqqətini çəkib və artıq ağrı kəsici dərmanların daha sərt nəzarətə alınması ilə bağlı tövsiyələr hazırlanır. Mütəxəssislər vətəndaşlara yalnız həkim məsləhəti ilə dərman qəbul etməyi tövsiyə edir. Bilirsiniz ki, bütün dünya, xüsusilə də qərb ölkələri qida maddələrinə qatılan xüsusi rənglərin tərkibindəki kimyəvi maddələrə görə uzun müddətli müzakirələrdədir, mübarizələrdədir və nəticə etibarilə Dərman Qida Assosiasiyası bütün bu məhsulları qadağan eləyir. Nəticə etibarilə dünyanın elə bir dövrünə gəldik ki, həmin bu rənglərin də təbii məhsullardan alınmağı və heç bir kimyəvi qatqı olmadan qidaların rəngləndirməyi texnologiyasına gəlib çatdıq və nə yaxşı ki, gəlib çatdıq. Mübarizənin nəticələrini isə indi izləyəcəksiniz. Yeni təbii qida boyaları təsdiqləndi. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi sintetik neft əsaslı boyaların istifadəsini azaltmaq məqsədi ilə 3 yeni təbii mənşəli qida boyasının istifadəsini icazə verib. Bu təbii boyalar arasında qırmızı yosundan alınan qaldiyeriya ekstraktı, mavi rəng, kalsium fosfat, ağ rəng və kəklik çiçəyi ekstraktı, mavi-yaşıl rənglər yer alır. Atılan addımlar sintetik boyaların uşaqlarda davranış pozuntuları və digər sağlamlıq problemləri
xəstəliyi ilə əlaqələndirilməsi səbəbindən artan narahatlıqlara cavab olaraq atılıb. Qida və Dərman İdarəsi bu yeni boyaların müxtəlif qida məhsullarında, o cümlədən içkilər, şirniyyatlar, yoğurtlar, qəlyanaltılar və hazır toyuq məhsullarında istifadəsinə icazə verib. Bu dəyişikliklər istehsalçıların məhsullarını təbii boyalarla yenidən formalaşdırmalarını təmin etmək üçün 2026-cı ilə qədər həyata keçirilməlidir. Süni intellekt sərhəd tanımır. İndi də bu üsul vasitəsilə sadəcə selfie eləyib baxacaqsınız. Nəticə etibarilə sizin bioloji yaşınız və əgər xərçəngsinizsə, nə vaxt ölə bilmə ehtimalınız bilinəcək. Dəhşətlidir, amma gerçəkdir. Alimlər selfie ilə bioloji yaşı və xərçəngdən sağ qalma ehtimalını təyin edən süni intellekt aləti yaradıb. Bu texnologiya haqqında tədqiqat nüfuzlu The Lancet Digital Health jurnalında dərc olunub. Amerika Birləşmiş Ştatının Mass General Brigham tibb təşkilatının alimləri insanların yalnız selfie vasitəsilə bioloji yaşını və xərçəng xəstələrinin sağ qalma ehtimalını proqnozlaşdıran yeni süni intellekt aləti Face Age adlı sistemi hazırlayıb. Süni intellekt alqoritmi fərdin üz cizgilərini analiz edərək onun bioloji yaşını müəyyən edir. Alqoritm dərinin vəziyyəti, əzələlərin tonusu və üz cizgilərindəki digər dəyişiklikləri nəzərə alaraq fərdin bioloji yaşını təxmin edir. Bu yaş insanların pasportdakı xronoloji yaşından fərqli olaraq orqanizmin faktiki yaşlanma səviyyəsini göstərir və sağlamlıq vəziyyəti haqqında daha real məlumat verir. Tədqiqat nəticələrinə əsasən xronoloji yaşına nisbətən daha yaşlı görünən xərçəng xəstələrinin sağ qalma ehtimalı aşağı olub. Bu nəticə xəstəliyin növü və cins fərqi kimi digər amillər nəzərə alınsa belə dəyişməyib. Bu texnologiya gələcəkdə fərdi müalicə planlarının hazırlanmasında, xüsusən də xərçəng kimi ciddi xəstəliklər zamanı pasiyentin ümumi sağlamlıq vəziyyətinin daha düzgün qiymətləndirilməsində mühüm rol oynaya bilər. Təsəvvür eləyin ki, qəsəbədə son zamanlar doğulan bütün uşaqlar ayaqlarında bir problemlə dünyaya gəlirlər və yeriyə bilmirlər və bu uzun müddət davam eləyir. Sadəcə bir genetik həmin qəsəbəyə istirahət üçün gəlir, nəyə görə belə olduğunu araşdırmağa başlayır. Nəticədə məlum olur ki, səndəmə qəsəbə sakinlərinin əksəriyyəti bir-biri ilə qohumuymuş və bunun nəticəsində də çox nadir bir genetik xəstəlik yaranıb və məhz ona görə də bütün doğulan yeni uşaqlar yeriyə bilmirlər. Braziliyanın şimal-şərqində yerləşən Serrinha dos Pintos adlı ucqar bir qəsəbədə nadir genetik xəstəlik olan Spoan sindromu aşkar edilib. Əhalisi 5000-dən az olan bu bölgədə uşaqların yerimə qabiliyyətini itirməsi illərlə izahsız qalıb. 20 il əvvəl genetik Silvana Santos bu kəndə gələrək xəstəliyi tədqiq edib və dünyaya ilk dəfə olaraq Spoan sindromu elmi şəkildə təsvir edib. Bu sindrom yalnız hər iki valideyndən mutasiyaya uğramış gen miras qaldıqda ortaya çıxır və sinir sistemini zəiflədir. Araşdırmalar göstərib ki, əhalinin təxminən 30% qohum evlilikləri ilə bağlıdır. Bu genetik xəstəliklərin yayılmasını artırır. Santosun rəhbərlik etdiyi tədqiqat nəticəsində 82 digər qlobal halda aşkarlanıb. Hazırda Braziliya Səhiyyə Nazirliyinin dəstəyi ilə 5000 cütlük genetik risklər baxımından yoxlanılır. Santosun fəaliyyəti bölgəyə yalnız diaqnoz deyil, eyni zamanda yardım və maarifləndirmə də gətirib. Gözəllik qurban tələb eləyir, bunu bilirik. Amma gözəllik can tələb etməməlidir. Sadəcə rəngli gözləri olsun deyə linza taxan yaşlı bir qadın gecə-gündüz onu gözündən çıxartmayıb, nəticə etibarilə təbii ki, əməliyyatlı olub və az qala tamamilə görmə qabiliyyətini itirəcəkmiş. Gözəl görünün, görmək üçün linzalardan istifadə eləyin, amma heç olmasa yatanda çıxardın. 50 yaşlı qadın kontakt linzaları səhv istifadə etdiyi üçün korluq təhlükəsi ilə üzləşib. Məlum olub ki, Rusiyanın Rostov vilayətində yaşayan qadın linzalarını hətta gecələr belə çıxarmayıb. Zamanla onun bir gözündə yara əmələ gəlib və bu da əməliyyata səbəb olub. Həkimlər dərhal əməliyyat edərək pasiyentə buynuz qişası donoru köçürüb. Bir ildən sonra isə iltihab səbəbi ilə zədələnmiş göz büllurunun dəyişdirilməsi aparılıb. Bununla da görmə tamamilə bərpa edilib. Həkimlər həmçinin kontakt linzaların düzgün istifadə edilməməsinin ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Göz sağlamlığını qorumaq üçün linzaların təlimatlara uyğun istifadə edilməsi tövsiyə olunur.
Saf TV-nin bugünə olan səhiyyə xəbərləri bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Və unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.